ilk olaraq Portbakı Mall'un yaxınlığında yerləşən Kaşalata kafedə olduq və hər birimiz çox gözəl təəssüratlarla ayrılırıq. Mən sadəcə buradan bütün tələbələrə, cəmiyyətimizə və bizi izləyən hər kəsə demək istəyirəm ki, mütləq siz də Qaraqarayevdə yerləşən Kaşalata kafeni, autizm mərkəzini, eyni ilə də Portbakı Mall'un yaxınlığında yerləşən Kaşalata kafeni ziyarət edin. Buradakı insanlarla əlaqələr qurun, onların həyat tərzi barədə daha çox məlumat əldə edin. Və biz cəmiyyət olaraq normallaşdırmalıyıq ki, həmin şəxslər də bizim cəmiyyətin bir parçasıdır və inklüzivliyi təmin etmək hər birimizin borcudur. Təşəkkürlər. Polad Böqorun toydan sonra düzəlməməsi. Keşke ansambl çağırılsaydı. Valideynlərə təlim verilir ki, onların necə rəftar etmək lazımdır, nəyi öyrətmək lazımdır, necə öyrətmək olar tipli şeylər, yəni onlara öyrətmək və həmən kifayət uşaqlar bizim dövrə qruplarımız ola bilər. Yəni, çünki hal-hazırda autizm statistikası get-gedə artır. Artıq 36 uşaqdan biri autizmdə doğulur. Amma SSR-də belə bir politika var idi ki, SSR-də əlil insan yoxdur. Cəmiyyətimizin bu vəziyyətə gəlib çatır. Çünki SSR-də olimpiya olan zaman orada belə bir qərar verilmişdi ki, olimpiya keçirilən şəhərlərə əlillər buraxıla bilməz. Əlillər bağlı bir yerdə olmalı, yəni evdə saxlanmalı. Halbuki onlar çölə çıxmasın. Amerikadan və bütün dünyadan gələn qonaqlar hamı düşünməlidir ki, SSR dövlətində hamı sağlamalı. Heç bir özəlliyi olan insan yoxdur.